Bilirəm, sənin də saçların yağlanır, tökülür, kəpəklənir. Evin hər tərəfindən saç toplamaqdan bezmisən. Gəl mən sənə evdə hazırlaya biləcəyin ən effektiv 2 təbii şampun resepti söyləyim. Amma sən də bunun qarşılığında səhifəni izləməyi və paylaşmağı unutma. Əgər razılaşdıqsa, indi isə keçək reseptə. 2-3 xörək qaşığı sidr tozunun üzərinə ilıq su əlavə edib xama halına gələnə qədər qarışdırırıq. Qarışdırdığınız zaman sidr tozunun bu məhlulun köpükləndiyini hiss edəcəksiniz. Və xama halını aldıqdan sonra ovucumuza əlavə edib saçlarımızın dibinə və uclarına yedizdiririk. Ovuşdururuq, sanki təmizləmək. Ovuşdurduqdan sonra ilıq su ilə saçımızı duruluyuruq. Üzərinə 1 litr suya 2-3 xörək qaşığı alma sirkəsi əlavə edib saçımızı bu su ilə duruluyuruq. İkinci söyləyəcəyim isə qida sodasıdır. Qida sodasından istifadə edəcəksiniz. Amma burada ehtiyat edəcəyimiz bir məsələ var. Sidr tozun pH səviyyəsi insanın saç dərisindən eynidir. İkisi də 5.5-dir təxmini. Amma sodada isə bu belə deyil. Sodada 9-dur. Və bu səbəbə görə də sodanı ayda bir dəfə və çox yağlı saçlar istifadə edə bilər. Və dəri xəstəliyi olmayan, sadəcə çox yağlı saçlar. Sodanın reseptinə keçək. 1 xörək qaşığı sodanın üzərinə 250-300 qram ilıq su əlavə edib qarışdırırıq. Alınan məhlulu saç diblərimizə vurub ovuşdururuq. Ovuşdurduqdan sonra isə duruluyuruq. Sonra mütləq sirkəli su ilə duruluyuruq. Səbəbini az öncə açıqlamışdım, təkrar edirəm. Sodanın pH səviyyəsi 9, insan dərisində 5.5 olduğu üçün sirkəli su ilə bunu yumşaldıb öz saç pH-ımıza gətirib çıxarır. Sidr tozu ilə saçınızı hər dəfə yuduqda, yəni sidr tozu və alma sirkəsi ilə saçınızda tökülmə dayanacaq. Kəpəkdən azad olacaqsınız. Saçda olan qaşınma, saçda olan digər problemlər aradan qalxacaq. Bunu hər tip saç istifadə edə biləcəyi halda sodanı dəri problemi olan heç kəs tətbiq etməməlidir. Və heç bir dəri problemi olmayan, yalnız saçında tökülmə, kəpəklənmə varsa, onlar da ayda bir dəfə tətbiq edə bilərlər və mütləq sirkəli su ilə durulamaq şərti ilə. Bu qədər dostlar. Tətbiq edib rəylərdə fikirlərinizi söyləməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.